İzləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika dim test toplusuna 2025-ci ilin nəşrinə əlavə olunan suallardan danışacağıq. Onların testlərinə baxacağıq, onların izahına baxacağıq. Yəni əlavə olunanlar haqqında danışacağıq. Yəqin ki, siz mənim YouTube kanalımda əlavə digər testlərin izahlarını görmüsünüz. 2023-cü ilin qəbulunun, daha doğrusu dim test toplusunun qəbul tipli olan testlərin hamısının izahını görmüsünüz. Orada bir çox testlərim var. Lakin bu dəfə biz ancaq 2025-də əlavə olunan əlavə testlərdən danışacağıq. Yəni qısa-qısa mövzu ancaq onlardan danışırıq. Bunlardan biri 58-ci sualdır. Gəlin baxaq 58-ci sualda bizdən nə soruşur? Deyir ki, X oxu üzrə hərəkət edən iki cismin koordinat zaman qrafikləri verilmişdir. Yəni X-in T-dən asılığı verilmişdir. Cisimlərin görüş yerlərinin koordinatlarını müəyyən edin. Bu nə deməkdir? Baxırıq ki, bu bir hərəkətdir, yəni birinci hərəkətdir. Bu isə ikinci qrafikdir. Yəni onlar arasında iki dənə cisim hərəkət edir və onlar müəyyən bir nöqtələrdə, müəyyən bir məsafələrdə görüşürlər və bizdən soruşur ki, onların görüş yerlərini müəyyən edin. Baxırıq, görüş o deməkdir ki, iki hərəkət, məsələn, A cismi ilə B cismi hərəkət edir və bir yerdə görüşəndə onların koordinatları eyni olur. Yəni, bir-biri ilə rastlaşırsa, bir-biri ilə toqquşursa, necə ki, burada bir-biri ilə üst-üstə düşürsə, bu onların görüş nöqtələridir. Niyə? Çünki X-in T-dən asılılığını bizə verib. Yəni, V-nin deyil, X-in T-dən asılılığı verilib deyə biz X-a perpendikulyar endirəndə bu gördüyünüz 10, həmçinin, yəni X xəttinə yox ha, mütləq şəkildə mənim sizdən danışmaq istədiyim Y oxundakı X, yəni məsafə, yəni koordinat, mən ondan danışıram. Yəni biz Y oxuna perpendikulyar indiririk və tapdığımız 10 və -10 metr bizə onların görüş koordinatlarını verir. Yəni cavab olur A variantı. Növbəti. Danışacağıq 59-dan. 59-da nə deyir? 59-da deyir, X oxu üzrə hərəkət edən A, B, C cisimlərinin koordinat zaman qrafikləri verilmişdir və bunlara əsasən 6 dənə ifadə verib və bu ifadələrdən hansının doğru olub, hansının yanlış olduğunu müəyyən etməliyik. Çünki bizdən hansı doğru deyil soruşulur və mütləq şəkildə siz doğru deyil deyirsə, onu işarə etməlisiniz ki, siz hesablamalarda sonda doğru cavabı tapa biləsiniz. Bizə verə bilər, nə qədər fərqlənir, neçə dəfə çoxdur. Siz bunları görən kimi mütləq altından xətt çəkin və yaxud da bu şəkildə dairəyə ayırmalısınız ki, yəni adi yazıdan seçməlisiniz ki, bu sizdə rahatlıqla gözə çarpan olsun. Yaxşı, gəlin baxaq. A cisminə baxırıq, bir də B cisminə və cismin sürətlərinin modullarına. VA nəyə bərabərdir? Biz bilirik ki, X çıxılsın. X 0 bölünsün T-yə bərabərdir. Sürətin düsturu. A üçün X-dan deməli 20, X0-ımız 10, T-miz 4 bərabərdir. 10 böl 4 eləyir 2,5. Modulda deyir, elə modulda 2,5-dir. V, B-ni tapmağı deyir, o da X çıxılsın. X0 bölünsün T. X-ımız neçədir? B buradan bura qədərdir. X-B-imiz -10, X0-ımız 10 bölünsün 4. -20 bölünsün 4 eləyir -5. Bizdən də modul soruşur 5. Modullarına görə müqayisə eləsək, B-nin sürəti A-nın sürətindən böyükdür. Bizdə deyir, B cisminin sürəti A cisminin sürətinin modulundan böyükdür. Bəli, doğrudur. Amma bizə deyir ki, doğru olmayanları seç. B cisminin sürətinin modulu A cisminin sürətinin modulundan kiçikdir. Xeyr, yanlışdır. Ona görə cavabımız 2 olacaq. B və C cisimlərinin sürətlərinin modulu bərabərdir. Bəli, xəttə baxsanız B və C cisimləri düzxətli bərabər sürətli şəkildə davam etdiyinə görə, hərəkətləri və konstant olduğuna görə onların sürətləri bərabərdir. B və C
Yəni eyni şəkildə davam B və C cisimləri arasında məsafə hər an sabitdir. Onlar bərabər sürətlə hərəkət etdiklərinə görə onların məsafəsi və onlar arasındakı məsafə sabit olaraq bu şəkildə davam edəcək. Bəli, doğrudur. 5. B cismi ilə C cismi eyni istiqamətdə hərəkət edir. Bəli. A, X oxu istiqamətində hərəkət edir, çünki X oxundan üzü yuxarıdır. B və C isə X oxundan üzü aşağı olduğuna görə B və C eyni istiqamətdə deyil, eyni istiqamətdədir, lakin X oxunun əksi istiqamətindədir. Yəni, doğrudur. İkisi də X oxunun əksi istiqamətindədir. 6. B cismi ikinci saniyədə istiqamətini dəyişmişdir. Bu nə deməkdir? Baxırıq, ikinci saniyədə istiqamətini dəyişibmi? Xeyr, dəyişməyib. Amma bizim gələcəkdə bir çox testlərimiz ola bilər ki, orada desin ki, istiqamətini neçə dəfə dəyişib, istiqamət dəyişilibmi? Bu barədə əgər X oxunu kəsirsə, o istiqamət dəyişmək sayılır. Amma düzxətli bərabər sürətli mövzusuna aid olan bir test tapşırığı deyil. Ona görə də ikinci saniyədə istiqamətini dəyişməyib. Xeyr, yəni yanlışdır. Ona görə cavabımız olacaq 2, 6. Növbəti testimiz, baxırıq aşağıda var, yoxdur. 64. Deməli, 64-də deyir ki, X oxu üzrə hərəkət edən A və B avtomobillərinin koordinat zaman qrafikləri verilmişdir. 4-cü saniyənin sonunda avtomobillər arasındakı məsafəni hesablayın. Baxırıq ki, bu bizdə A qrafikidir, bu bizdə B qrafikidir. Aydın oldu. 2 dənə ayrı-ayrılıqda bizə hərəkət verilib. Biz bunların sürətlərini müəyyən edə bilərik. Bəli, edə bilərik. X verilib, T verilib. V-ni tapmağa nə var? V-nin düsturu var. Gəlin V-nin ümumi düsturunu burada yazaq. V nəyə bərabərdir? X çıxılsın. X 0 bölünsün T-yə. Düzdür. İndi ayrı-ayrılıqda yazıram. A üçün yazıram. A-nın X-i 10 çıxılsın 0 bölünsün 2. Deməli, V-a bərabərdir 5-ə. V, B, X, yəni 10 çıxılsın 4 bölünsün 2. Yəni 6 bölünsün 2. V bərabər olur 3-ə. Deməli, V A-nı tapdıq, V B-ni tapdıq. Bizə deyir ki, bu hərəkət, baxın, başlayıb hərəkətə və ikinci saniyədə onlar görüşüblər və bizdən ikinci saniyədəki onların məsafəsini soruşmur, görüş nöqtəsini soruşmur, saniyəsini soruşmur. Bu əksinə biraz da qabağa getsə, 4-cü saniyədə nə baş verər? Onlar arasında məsafə nə qədər olar? Onu soruşur. Biz onların sürətini müəyyən eləmişik ki, bir cismimiz 5 ilə gedir, bir cismimiz 3 ilə gedir. Demək ki, onlar müəyyən bir müddət sonra görüşürlər və görüşəndən sonra yenidən aralanırlar. Düzdür? Onlar bir-birindən görüşəndən sonra yolları dəyişir, ayrılırlar. Və ayrılma zamanı hərəsinin yenidən öz tənlikləri olur. Və biz 4-cü saniyə üçün onların tənliklərini tapacaq. Gəlin tapaq. XA ümumilikdə tənliyimiz nəyə bərabərdir? X0 üstə gəlinsin VT. Biz indi A yazmışıq deyə V A-ya görə tapacağıq. V B yazmışıq deyə B-yə görə tapacağıq. V B-yə görə tapacağıq. Yaxşı. Gəlin indi yazaq. X0-ımız A üçün neçədir? 0-dır. Üstə gəlinsin. V A-mız neçədir? 5. Biz neçə saniyədən söhbət gedir? Neçə saniyədən danışırıq? 4-dən. Cavab olur 20. X0-ımız B üçün 4-dür. Üstə gəlinsin. VB-miz 3-dür. Vurulsun. Neçə saniyədən danışırıq? 4 saniyədə. 12 üstə gəl 4 eləyir 16. Bizdən onlar arasındakı məsafəni soruşur deyə X-a çıxılsın. XB bərabər olacaq. 20 çıx 16 bərabərdir 4 metr. Cavab eləyir 4. Bunu bu şəkildə saxlayıram. Şəklini çəkirsiniz, yaxud dəftərinizə köçürürsünüz, necə eləyirsinizsə. Və yaxud da ki, bu YouTube kanalında elə baxdığınız halda stop eləyin, dəftərinizə yazın, mən də silim. İndi baxırıq 65-ə. Üçü də eyni tipdədir, sadəcə fərqli-fərqlidir. 65-də nə deyir? Deyir, X oxu üzrə hərəkət edən A və B maddi nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 6-cı saniyənin sonunda avtomobillər arasında məsafə
4 metr olub. Müşahidəyə başlayanda onlar arasında məsafə nə qədər olub? Bunu soruşur bizdən. Düzdür? Baxın, 6-cı saniyə üçün yaza bilirik biz. 6-cı saniyə üçün x-a çıxılsın xb bərabərdir 4 metr olub. Hansı halda t bərabərdir 6 alındı? Bunu mən yazdım. Bu bizim qayda verilib. Burada yuxarıda verilən var. Həmin o verilənin əsas yazılı formasıdır. Riyazi formada yazmışam onu. İndi gəlin ayrı-ayrılıqda yenə A-ların VA-nı və VB-ni tapın. VA nəyə bərabərdir? Baxıram, bu A-nındır. X. İndi bu dəfə düsturu yazmıram. Onsuz da yuxarıda qeyd elədik, bilirik. Baxırıq, x-imiz neçədir? 14. Çıxılsın x0-ımız 0. Bölünsün 2. Bərabərdir 7. VB-miz hardadır? 14 çıxılsın x0'ı bilmirik. Bölünsün 2 bərabərdir qoymuram. Çünki elə bu şəkildə də saxlayacağım. Yaxşı, VA-nı tapdım, VB-ni tapdım. İndi x-a-nı tapa bilirəm. Bəli, x-a. Hətta buradan yazıram. X-a nəyə bərabərdir? x0 üstə gəlinsin VA-t. X0'ımız 0 üstə gəlinsin VA 7 vurulsun. T hansı saniyə üçün hesablayırıq? Eləyəcək 42 metr. Birini tapdıq. İndi aşağıdan XB üçün axtarıram. XB üçün X0 üstə gəlinsin VBT. O da bərabərdir. X0'ımız neçədir? Baxırıq. Heç neçə bilmirik. Çünki üstə gəlinsin VB-miz neçə idi? Bunu biraz bu tərəfdən yazacağım. Daha çox yerə ehtiyacımız var. Çünki yazıram XB bərabərdir. X0 üstə gəlir VB vurulsun T. X0'ımız öz yerində. VB-miz 14 çıxılsın X0 bölü 2. T'miz neçədir? 6 bərabərdir. X0 yerində qalır. 6 ilə 2 gedəcək. Burada 3 eləyəcək. Üstə gəlinsin. 14'ü 3'ə vuranda 42 çıxılsın 3 x0. Yaxşı, xb-ni tapdıq, x-a-nı tapdıq. Biz də yuxarıda vermişik ki, x-a çıxılsın xb bərabərdir 4-ə. Düzdür? İndi bunu bir də yazmalıyıq biz burada. Yazacağıq. X-a-mız neçədir? 42 çıxılsın xb-miz neçədir? Bunu daha da sadələşdirib yazıram. 42 çıxılsın 2x0. Aha, çıxılsın 42 çıxılsın 2x0 bərabərdir 4-ə. Açıram. 42 çıxılsın 42 üstə gəlinsin 2x0 bərabərdir 4-ə. 42-lər getdi. 2x0 bərabərdir 4-ə. x0 bərabərdir 2-yə. Biz nəyi tapdıq? x0'ı bura elədi 2. O birisi də 0'dan başlayıbsa onlar arasındakı məsafə neçə olacaq? Onlar arasındakı məsafə 2 olacaq. Cavab olur 2. Bunu da bu şəkildə yazıram. Siz onu da screen eləyirsiniz. Yəni görüntüsünü götürəcəksinizsə götürün. Dəftərə yazacaqsınızsa yazın. Və yaxud da ki mənim danışığımı saxlayıb onu dəftərinizə köçürə bilərsiniz. Mən də silirəm. Keçirik indi 66-ya. 66-da nə deyir? X oxu üzrə hərəkət edən A və B maddi nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 5-ci saniyənin sonunda avtomobillər arasında məsafə 3 metr olmuşdur. B avtomobilinin başlanğıc koordinatını tapın. Buranı bizdən neyinir? Soruşur. Yaxşı. Gəlin indi onu hesablayaq. Yenə də eyni qaydada işimizi asanlaşdırmaq üçün gəlin yazaq. X-a çıxılsın xb bərabərdir 3 metr olur. Hansı halda t bərabərdir 5 halında? Çünki bizdə bura 2-yə qədər verilib. 2-yə qədər verilib, amma 5-ci saniyə üçün heç bir şey yazılmayıb. Sadəcə verilib ki, onlar arasında məsafə 3 metrdir. Baxırıq indi VA-nı necə tapacağıq? VA bərabərdir. VA nəyə bərabərdir? X çıxılsın x0. Deməli, baxırıq ki, A-nın başlanğıcı buradadır. Sonu 12-dədir. 12 çıxılsın 0 bölünsün 2 bərabərdir 6. VB bərabərdir
B nəyə bərabərdir? VB-miz 12 çıxılsın, x 0 bölünsün 2-yə. Yaxşı, bu da öz yerində qaldı. Digəri isə 6. Biz isə indi ayrı-ayrılıqda onların tənliklərini yazmalıyıq. Yazıram. X A bərabərdir. X A-mız nəyə bərabərdir? X 0, yəni 0 üstə gəlinsin. VA T. T'si də 5'dir. Altını da vurdum elə bir dəfəlik 30. Bunu da elə sadələşdirib yazacağım. 30 metr. X B'miz X 0, yəni özü üstə gəlinsin. VB'miz neçə idi? 12 çıx X 0 böl 2 vurulsun T'miz. T'miz neçə saniyədən söhbət gedir? 5 saniyədən söhbət gedir. Və biz bilirik ki, X A çıxılsın X B nəyə bərabərdir? 3-ə bərabərdir. Yazıram. X A, elə bir dəfəlik yazıram. X A'mız nədir? 30 çıxılsın. B'miz X 0 üstə gəlinsin. 12 çıx X 0 böl 2. Hətta 2 yazmayacağım. Bu şəkildə yazacağım. Deməli, 2 ilə 5 ixtisara gedir. Nə qalır yuxarıda? 2 onda 5. Düzdür. Burada yazacağım 12 çıx X 0 vurulsun 2 onda 5. Bərabərdir 3-ə. Düzdür? Bəli. Gəlin indi bunu sadələşdirək. Bundan sonraki davamı yəni artıq ancaq riyaziyyatdır. Ona görə də riyaziyyatı daha diqqətli olmalıyıq. 30 çıxılsın X 0 üstə gəlinsin 12. 12 yazmam. Bir dəfəlik 12-ni də vursam. Yəqin ki siz də vura bilərsiniz. 12-ni vursam 2 onda 5-ə eləyəcək 30. Deməli X 0 üstə gəlinsin. 12-ni vuracam 2 onda 5-ə eləyəcək 30. Çıxılsın 2 onda 5 X 0 bərabərdir 3. Belə. Burada X 2 onda 5-də müsbət olacaq. Çünki ümumilikdə bu ifadəmiz ayrıdır və mənfi deməli işarələri dəyişəcək. Çünki burada mənfi 30 olacaq. Mənfi 30 olacaq. Yəni bunu təzədən yazım, izah eləyək. Onda biləcəksiniz nə demək istəyirəm. Deməli, baxın, bu bizdə X A-dır, bu isə bizdə ümumilikdə X B-dir, düzdür. A-dan da B-ni çıxanda, əgər mötərizənin qarşısında, riyaziyyatdan da bilirik ki, mötərizənin qarşısında əgər mənfi işarə varsa, mütləq şəkildə kənardakı mənfi içəridə olan işarələri dəyişəcək. Ona görə bu şəkildə olacaq. 30 çıxılsın X 0 üstə çıxılsın 30 üstə gəlinsin 2,5 X 0. Aydın oldu, bərabərdir 3-ə, 30'lar gedəcək. 2,5-dən X 0-a çıxanda 1,5 X 0 bərabərdir 3. X 0-ımız da nəyə bərabərdir? 2-yə. Biz də nəyi tapdıq? X 0-ı tapdıq ki, cavab eləyəcək 2. Yəni, B avtomobilin başlanğıc koordinatı 2 eləyir. Deməli, düz xətli bərabər sürətliyə aid olan mövzularımız da bu qədər. Əgər bu cür mövzular sizin üçün yararlıdırsa, dostlarınızla bölüşməyi və həmçinin də videonu bəyənməyi unutmayın. Bizim əlaqə nömrəmiz yuxarıda qeyd olunub. Əgər siz də bizim ödənişsiz qruplarımıza qoşulmaq istəyirsinizsə, nömrə ilə əlaqə saxlayıb ödənişsiz WhatsApp qrupumuzun linkini ala bilərsiniz. Orada ödənişsiz şəkildə dərslərimiz tədris olunur, videolar göndərilir, test izahları göndərilir, testlər göndərilir. Yəni bu şəkildə siz də dərslərdən yararlana bilərsiniz. Əlavə hər hansısa bir sualınız olarsa, istədiyiniz testlərin izahını, yəni hansısa bir mövzudan hansı testlərin izahını istəyirsinizsə, komment bölməsində fikrinizi bizimlə bölüşə bilərsiniz. Bu bizdə 2025-ə qəbul, 2025-ə daxil olan fizika üzrə əlavə testlərdir. Biz bunu bitirdik. Növbəti dəfə video dərsimizdə düzxətli bərabər təcilliyə əlavə olan mövzudan, yəni hansı testlər əlavə olunubsa, onlardan danışacağıq. Bugünlük bu qədər. Gələn görüşlərədək hələlik.